Cədvələ əsasən Nizami Gəncəvinin İskəndərnamə əsərindəki İskəndər obrazı ilə bağlı uyğunluğu müəyyən. Doğrudur veriblər ki, taxta çıxdıqdan sonra hər işdə müəllimi Niqumaşla məsləhətləşir. Xeyr, Ərəstu ilə məsləhətləşir. Niqumaş artıq ölüb gedir və İskəndər özünə Ərəstunu vəzir seçir. Onunla məsləhətləşir. Casusun düşmənə qəfl hücum etmək təklifini qəbul etmir. Casusun düşmənə hücum etmək təklifini deməli, bəli, qəbul etmir. Doğrudur. Bəli. Deyir ki, mən axı deyir, quldur deyiləm, qəfl hücum edəyəm. Anasına ölümünü təmkinlə qarşılamağa vəsiyyət edir. Bəli. Deyir, ya 30 yaşında öldüm, ya 100 yaşında. Nə fərqi var ki? Bir gün öləcəkdim axır ki, deyir. Sonu ölüm idi bir gün. Yanlışa veriblər ki, Yəcuculara qarşı Misirliləri qorumaq üçün Poladdan sədd tikdirir. Xeyr, Misirliləri qorumurdu. Şimal tayfasını qorumaq istəyirdi. Şimal tayfası ondan Yəcuculara qarşı qorunma istəyirdi. Bu yanlışdır. Yanlışa yazılıbsa düz götürürük. Var dövlətinin və qoşununun onu ölümdən qurtara bilməyəcəyini düşünür. Var dövlətinin və qoşununun bəli düşünür. Deyir ki, nə hardadır deyir o qoşunun. Mənə rüşvət verim deyir. Məni ölümdən qutarsın. Bu İqbalnamədə verilib. Vəzirinin etirazına baxmayaraq zəncilərlə döyüşə qərar verir. Vəzir etiraz etməmişdi. Vəzir deyir ki, get Misirlərə kömək elə. Zənci də sənin olar Misirdə. Bu yanlışdır. Yanlışa yazılıbsa düz götürürük. Cavab 2, 3, 4, 6.